Xeyirli şagirdlər, baxaq 10-cu suala. Tənliyin kökləri x1, x2-dir və bu ifadənin qiyməti bizdən soruşur. Əvvəla bu kvadrat tənlikdə v-yə əsasən köklər hasili nəyə bərabərdir? C böl A. Yəni bu A-dır, bu B-dir, bu C-dir. 2 böl 1. Köklər hasilini tapdıq. Köklər cəmi nədir? Mənfi B böl A. Bizdə B zaten mənfi 6'dır. O zaman olacaq mənfi 6 böl 1. Köklər cəmi də müsbət 6'dır. Tam ətraflı yazıram ki, uşaqlar, burada yəni məlumat olmayan, bilməyən uşaqlar da var. Məqsəd hər birinizə kömək olmaqdır. Ona görə bəzi suallar asan da ola bilər, bəzi suallar çətin də ola bilər. Yəni, hər kəs anlasın deyə tam ətraflı deməyə çalışıram. İndi gələk bunu sadələşdirək. Ortaq məxrəc bunların hasilidir. x1 vur x2. Bəs sürət nə verməlidir bizə? Normalda ortaq məxrəc tapanda gətirib buna bölürük. x1 x2-ni x1-ə böləndə x1-lər gedir, qalır yuxarıda x2. Düzdürmü? Üzərinə gəlinsin. Həmçinin burada yerinə yetirsək, ortaq məxrəci böləndə də x1 qalır. O da vurulur bu surətə. x1 plus deməli x2 plus x1. Və yuxarı x1 plus x2 deməkdir. Aşağıda köklər hasilidir da. Düzdür? Köklər cəmin var. Köklər hasilim də var. Cavab olacaq müsbət 3, yəni D bəndi.